Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin. Mən bu günlərim sizə Qarabağ Regional Təhsil İdarəsinin müdürü Familoğlu Məllim Sənanla bağlı danışacağım. Bu haqda məlumat verəcəm. Görək, Familoğlu Məllim Sənan nə cür gəlib bu vəzifəyə təyin olunub. Axı, bu adamın ixtisası rabitədir. Axı, bu adam telekommunikasiyanı bitirib. Axı, bu adamın pedaqoji təhsil fəaliyyəti yoxdur. Bu adam, bilirsiniz, nə işlə məşğuldur hazırda? Qarabağ Regional Təhsil İdarəsində müdürdür. Bu adamı kim getdi bura təyin etdi? Görmədilərmi bu adam haranı bitirib? Bax, bu haqda danışacağım bu günlərim. Yaxın əyləşin. Mənim bir əmim oğlu var, İlahiyyat Universitetini bitirib, ilahiyyatçıdır bu adam. Molladır, yəni el dilində desək, mollalıqla məşğuldur. Bax, mən buradan sizlərə müraciət edirəm. O, aidiyyəti üzrə Sənanı gətirib ora təyin eləyən şəxslərə müraciət eləyirəm. Siz mənim əmim oğlu mollanı aparıb hər hansı bir xəstəxanaya, həkim, eyni zamanda hər hansı bir məktəbə müəllim qoya bilərsinizmi? Sual verirəm. Molladan həkim ola bilərmi? Molladan müəllim ola bilərmi? Olsa ilahiyyatçı müəllim ola bilər, molla müəllim ola bilər də. Yəni açıq danışaq. Bu günlərim hörmətli Familoğlu Məllim Sənan telekommunikasiyanı bitirib necə olur ki, gəlir idarəçiliklə məşğuldur. Axı, bu adamın heç bir idarəçilik üzrə təhsili yoxdur. İdarəçiliyi bitirməyən, başqa sahə üzrə təhsil alan şəxs bu günlərim Qarabağ Regional Təhsil İdarəsində müdür kimi fəaliyyət göstərir və yoxlamalara gedir. Sənin heç bir pedaqoji təhsil fəaliyyətin yoxdur. Sənin heç nədən başın çıxmır o sahə üzrə. Sən gedib nə yoxlaya bilərsən? Sən nə cür yoxlamaya gedirsən? Heç utanmırsanmı? Ayıb deyilmi? Və vətəndaşları qəbul edirsən, öz işçilərini qəbul edirsən otağında. Otağına girən zaman dövlətin inzibati binasıdır da, telefonlar alınır məktəb direktorlarından və ora gələn şəxslərdən. Niyə? Əgər sən düzgün işləyirsənsə, bu dövlətə normal şəkildə fəaliyyət göstərirsənsə, niyə vətəndaşların telefonu alınmalıdır? Sual. Əgər həqiqətən o dövlətin inzibati binasına telefonla girmək qadağandırsa, Allaha ağır gedirsə telefonla içəri girəndə, telefon orada işçilərə maneçilik törədirsə, niyə siz telefondan ora bəs girirsiniz? Bəs günahdırsa, sizə də günah olsun. Əgər maneçilik törədirsə, sizin telefonunuz niyə törətmir? O qapının arxasında nələr baş verir? Bunu siz çox gözəl bilirsiniz. Hörmətli Familoğlu Məllim Sənan, gözəl bilirsiniz. Necə ki, bir neçə gün əvvəl şəhid ailəsinin nümayəndəsi, yəni şəhid bacısı, şəhid qardaşı demədən bunların da üstünə çəmkirirsiniz, qışqırırsınız, özünüzü sanki orada ölkə rəhbəri kimi görsədirsinizsə, valla mənim sizə heç bir sözüm yoxdur. Bu günlərim Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz vətən uğrunda canlarından, qanlarından keçdilər. Onlar qanlarından, canlarından keçmədilər ki, bu günlərim Familoğlu Məllim Sənan kimi insanlar gəlsin, onların, anaların, bacıların təhqir eləsin. Bax, mən bu sözün altını çizərək deyirəm. Bir neçə gün əvvəl hörmətli Familoğlu Məllim Sənan şəhid bacısının yanına çağıraraq onun üstünə qışqırır, onun üstünə çəmkilir, əlini stola vurur və mübahisələr yaranır. Çöldə olan şəxslər isə bu mübahisəni dinləyirlər. Nələr baş verir içərdə, qışqırışma, o ona deyir, bu buna deyir. Çünki belə də olmalıdır. Axı, hörmətli Familoğlu Məllim Sənanın idarəçilik yoxdur. Bu adamın idarəçiliyi yoxdur. Bu adamın peşəsi, o rabitə, əksəriyyəti olanlar bilir mən nə deyirəm. Kürəyinə keçirirsən rabitəni, belə antenası da var uzun. Gedirsən rabitəni düzəltməyə.
Bu adamın peşəsi odur. İçəridə demək olar ki, dava zamanı çox hörmətli Familoğlu müəllim Sənan başlayır şəhid bacısının üzərinə qışqırmağa və ona idarə rəhbərinə yaraşmayan ifadələrdə sözlər deməyə. Şəhid bacısı isə buna bir kəlmə söz deyir ki, sənin bu fəaliyyətindən Təhsil Nazirliyinin xəbəri varmı? Mən sizdən və sizin bu fəaliyyətinizdən Təhsil Nazirliyinə şəxsən şikayət edəcəm. Çox hörmətli Famil oğlu müəllim Sənan düşünmədən deyir ki, bilmirəm də düşünüb düşünmür, qeyd edir ki, elə Təhsil Nazirliyin şəxsən özü məni bura sizi minməyə göndərib. Ayıb olsun bu sözə görə. Bu sözlər dövlətin inzibati binasında deməyə sizə kim haqq verib? Kim şərait yaradıb ki, siz bunu şəhid bacısına bu sözü çəkinmədən deyirsiniz? Sizin qarşınızdakı xanımdır. Ən azından onun xanımlığına və eyni zamanda şəhid bacısının olduğuna hörmət eləməlisiniz. Siz nə cür tərbiyə almışsınız, mən o haqda heç nə deyə bilmərəm. Amma sizin bu elədiyiniz hərəkət bir Azərbaycan kişisinə yaraşmayan bir hərəkətdir. Bunu mütləq qeyd edim. Sizin sağ əlinizi çox etibar etdiyiniz Fərid müəllim var və Fərid müəllimi dəfələrlə baş verən məktəblərdə nöqsanlarla bağlı ora yoxlamalara göndərirsiniz. Mən belə düşünürəm ki, siz o adama güvənirsiniz, etibar edirsiniz, ona görə bu adamı göndərirsiniz. Düzdürmü? Göndərdiniz, Fərid müəllimi getdi, Yüzbaşılı kənd tam orta məktəbində araşdırma apardı və o özü də qeyd etdi ki, burada araşdırma aparan zaman qeyd etdi ki, qanun pozuntuları var. Niyə tədbir görmədiniz? Mən sual verirəm sizə, hörmətli Familoğlu müəllim Sənan, sizə sual verirəm. Niyə tədbir görmədiniz? Və ondan bir neçə gün sonra həmin məktəbdə Polad Zeynalov, yəni məktəbin direktoru torkəsti keçirdi. Bu nəyin amalı idi, nəyin təzahürü idi, onu biz də bilə bilmədik. Ancaq siz yəqin ki, bilirsiniz. Və Polad Zeynalovun həyat yoldaşı da qeyd edir ki, Sənan bilir biz kimik. Sənan, hörmətli Sənan müəllim, hörmətli Familoğlu müəllim Sənan. Kimdir Polad? Ağdam rayon təhsil sektoru müdürü Abbasov Tahir Sabiroğlu müəllimə müraciət edirik. Nəysə deyən kimi bu adama, bu adam dərman atır, tez ürəyin tutur, oy, öldüm, bu adama söz demək olmur və yaxud da burnun qurcalayır, ay qardaş, nə qoymusan orada tapa bilmirsən, nə deyirsən, deyir, mən niyə işinə yoxdur, Sənan müəllim, Familoğlu müəllim Sənan edir, mən niyə işinə bir şey yoxdur, bizim səlahiyyətimizi alıb veriblər Familoğlu müəllim Sənana. Mən buradan çox hörmətli Qarabağ Regional Təhsil İdarəsinin müdürü Sənan Familoğlu müəllimə səslənirəm. Bax, buradan sizə qeyd etmək istəyirəm ki, bir neçə gün bundan əvvəl Ağcabədi rayon məktəblərin birində oldunuz və həmin məktəb şəhidimizin adına idi. O məktəbə daxil olanda siz Familoğlu müəllim Sənan olaraq ayağınızı saxlayıb o güşədə, yəni məktəbin içərisində girəndə həmin məktəbin adı o şəhidimizin adına olduğuna görə onun orada güşəsi var. Orada dayanıb onun ən azı ruhuna hörmət əlaməti olaraq bir çönüb ona sarı baxdınızmı? Yox. Bir gül qoydunuzmu? Yox. Axı siz öndə olan adamsınız, siz regional təhsil idarəsinin rəhbərisiniz. Bizim direktorlarımız, eyni zamanda şagirdlərimiz sizə baxır, örnək götürür. Sən bu günlərim şəhidin adına olan məktəbə daxil olub və şəhidimizin güşəsinin yanından dik gedirsiniz. Hörmətsizlik edirsiniz. Sonra da deyirsiniz ki, Fərhad müəllimin başı xarab olub, çıxır orada danışır. Mən düz danışıram. Əgər səhv danışıramsa, aparın verin məhkəməyə, gedək biz böyük məmnuniyyətlə məhkəmədə görüşə bilərik. Hörmətli Familoğlu müəllim Sənan, siz nənə? Eyni zamanda mən onu qeyd edim ki, dəyərli izləyicilərimiz, heç kəsdən qorxmasın. Yəni, haqqınızı tələb edin. Bu günlərim Qarabağ Regional Təhsil İdarəsinə
Hörmətli Familoğlu müəllim sənamı təyin ediblərsə, bu gəlib orada Allahsızlıq eləyə bilməz. Ağdam üzrə təhsil sektorunun müdürü, çox hörmətli Abbasov Tahir Sabiroğlu müəllim bilər, o hüquqşünasdır. Şəxsiyyət toxunulmazdır. Heç kəsin şəxsiyyətini siz alçalda bilməzsiniz. Bax, bu sözü mən sizə deyirəm. Nə isə tələb eləyə bilərsiniz. Dövlət sonra təyin edib ki, hər hansı bir idarəçiliklə məşğul olasınız da, indi azdan çoxdan daydayınız var, yoxdur, onu bilə bilmirəm. Siz o demək deyil, kimisə şərəf ləyaqətini alçaldasınız, üstünə qışqırasınız. Siz onu dünyaya gətirən ana deyilsiniz. Nə də ki, sizin onun şəxsiyyətinə toxunulacaq heç nə deyə bilməzsiniz. Bax, bu sözü mən sizə deyirəm. Əgər məndən narazısınızsa, böyük məmnuniyyətlə mən sizə məhkəmədə görüşə bilərəm. Və nəzərinizə çatdırıram ki, dəyərli izləyicilərimiz, onu qeyd edim ki, bizim, yəni Kanal 21-in Bərdəmizdə yerləşən hüquq şöbəsinin müdürü var. Çox hörmətli Əzam müəllim, elə buradan salamlayıram. Əzam müəllimi salamlayıram və onu qeyd edim ki, Əzam müəllim hər kəsin yanındadır. Hüquqi cəhətdən kimlərəsə məsləhət verə bilər, eyni zamanda sizə hər hansı bir işlə bağlı köməklik edə bilər. Əzam müəllimə müraciət eləyə bilərsiniz. Allaha əmanət olun, biz bu mövzunu diqqət mərkəzində saxlayacağıq və eyni zamanda mən onu qeyd edim ki, ümid edirəm ki, aidiyyəti qurumlar bu haqda ölçü götürəcəklər. Allaha əmanət olun. Özünüzdən müvəyyət olun. Görüşərik. Sağ ol, ay sənəm müəllim.